Evə ilk dəfə gürcü xəngəli alarkən yarım fabrikat, inanın ki, necə bişirilmək olduğunu bilmirdim. Əminəm ki, mənim kimi bir çox bilməyən xanımlar var. Onun üçün paylaşmaq qərarına gəldim. Necə edək ki, xəngəlimiz buzlu şəkildə suya ataq, yoxsa buzunu açaq ataq? Bunları mən də sizin kimi öyrəndim. Keçək hazırlanma qaydasına. Suyu qoyuram, qaynayır. Qaynayan suya duz əlavə edirəm. Xəngəlləri buzlu şəkildə, buzluqdan götürüb buzlu şəkildə qaynayan suya əlavə edirəm. Üzü aşağı şəkildə əlavə etmək lazımdır. Xəngəl qaynayır. Bişən necə bilirik? Xəngəllərimiz hamısı üzə çıxır. Bişən məhsul yumşaq olduğu üçün, yüngül olduğu üçün üzə qalxır. O zaman xəngəlləri bir-bir yığıram. İstədiyiniz cür servis edə bilərsiniz. Sarımsaq qatıb, yoğurtla yağı qovurub üzərinə gəzdirə bilərsiniz. Bu sizə qalmış bir şeydir. Gürcü xəngəlimi, yarpaq xəngəlimi? Təbii ki də yarpaq xəngəli. Əgər bu video ilə məni tanıyırsınızsa, kanala like atıb abunə olmağı unutmayın. Yorumlarda fikirlərinizi bildirərək mənə dəstək ola bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.